Salam dostlar, bugün sizinle Nova Fanatic 2025 sezonu kartları açacağıq. Videoya keçməmişdən öncə kanalıma abunə olub videolarıma like atmağı unutmayın. Gəlin indi kartları baxaq və inceləyək. Burada arxada yazı var, bunu oxumayacağım. Dayandırıb oxuya bilərsiniz əgər istəsəz. Saqqızın tərkibi falan. Burada Nova Fanatic yazısı 2025 sezon. Arkada Ballon d'Or, Muhammed Salah, Vinicius Junior, Lamine Yamal. Qeyd edeyim ki, bunun fərqli formaları da var. Bundan var idi, mən bundan aldım. Gəlin açıb baxaq. Manchester City. Bir ədəd saqqız, xırda. Bir ədəd $10, saxta. İndi isə kart Manchester City. Zəhmət olmasa təxminlərinizi yoruma yazın. Məncə Haalanddır. Bəli, Erling Haaland çıxdı. Kartların dizaynı belədir. Burada boşluqlar var. Champions League yazısı, Defans 15, Atak 95, dəyəri və klub logosu və futbolçunun öz rəsmi yerləşir. Gəlin indi bir dənəsini daha açaq. Jan Oblak və $1. Bir dənə saqqız və Jan Oblak çıxdı. Belə. Bir ədəd saqqız, $100. Paris Saint-Germain çox vaxt Bradley Barcola çıxır. Bəli, Bradley. Yo, Presnel Kimpembe'ymiş. Gözəl. Gəlin açmaq davam edir. Bir də onu deyim ki, uzun zamandır video gəlmirdi. Biraz da video gəlməyəcək, amma yayın axırlarına doğru davamlı video atmağa başlayacağım. İnşallah ya Orkun Köşkü ya da Çarmak Türkoğlu çıxar. Orkun Köşkü çıxdı. Yes. Burada isə bir ədəd $1 var. Və olduğu kimi yenə saqqız. İnşallah bu videoda Çarmak Türkoğlu çıxardarıq. Və Kenan Yıldız. Bayern Münhen $10. Bir ədəd saqqız. Məncə bu Harry Kane'dir. Yox, Joshua Kimmich. İnşallah bu videoda Kenan Yıldızla yenə deyirəm Çarmak Türkoğlu çıxardarıq. Məncə bu da Joshua Kimmich'dir. Yox, Kingsley Coman. Burada $1 və saqqız var. Aha, bir ədəd saqqız, $10. Gavi'dir bu. Yox, Robert Lewandowski çıxdı. İnşallah bu 3 kartın birində Kenan Yıldız ya da Çarmak Türkoğlu çıxar. $10 saqqız. Romelu Lukaku'dur məncə. Yox, David Neres çıxdı. Gəlin bu kartı. Bradley Barcola $100 və saqqız. Axırıncı kart. İnşallah ya Kenan Yıldız ya da Çarmak Türkoğlu çıxar. Behtimal Lamine Yamal'dır. Yamal çıxdı və $1. Bugünkü videomuz bu qədər. Digər videolar üçün kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Bugünkü videomuz bu qədər.